Qeyd edim ki, bu Donald Trump administrasiyasının sərt immiqrasiya strategiyasının ölkədə ictimai narazılığa səbəb olan son hadisələrdən sonra yenidən nəzərdən keçirilməsinin nəticəsidir. Son həftələrdə Minnesotada federal agentlərin geniş miqyaslı əməliyyatları və nəticədə nümayişçilər arasında ölüm faktının olması bu məsələni yenidən gündəmə gətiribdir. Qeyd edilir ki, bu qarşıdurmalar ABŞ-nin bir çox şəhərlərində etirazlara yol açıbdır və bu da Ağ Evi siyasətində dəyişiklik aparmağa məcbur edibdir. Hazırda Ağ Ev rəsmiləri immiqrasiya strategiyasının sərt yanaşmasını yumuşatmaq, hüquq mühafizə proseslərini yenidən təhlil etmək və ictimai asayişi qoruyacaq yeni tədbirləri sürətli şəkildə hazırlayırlar. Trump administrasiyası bu dəyişikliyi həm sərhəd təhlükəsizliyini təmin etmək, həm də qanunsuz keçidlərlə bağlı böhranı idarə edə biləcək daha yumuşaq, lakin effektiv mexanizmlərlə balanslaşdırmağı istədiyini bildirlər.